Bakı metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödəniş nəzərdə tutulur. Bugün TV Biqaz saytına istinadən xəbər verir ki, bu qayda Nazirlər Kabinetinin qərarına əsaslanır. Qaydalara görə, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan əl yükləri, eləcə də yalnız uzunluğu 151 sm-dən 220 sm-dək olan uzun əşyalar metroda daşına bilər. Lakin bu halda əlavə gediş haqqı ödənilməlidir. Göstərilən hədlərdən artıq ölçüyə malik əşyaların isə metroya gətirilməsinə icazə verilmir. Qeyd edək ki, gündəlik istifadə üçün nəzərdə tutulan kiçik çantalar və normal ölçülü əl yükləri üçün əlavə ödəniş tələb olunmur. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.